Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çiyələk mürəbbəsini sizinlə paylaşıram. 1 kilo götürdüyümüz çiyələyin arxasını bu formada təmizləmişik. İndi isə 1 kilo da pesoq götürmüşük. Pesoğu götürüb qazanın ləyənin üzərinə dökürük. Mən böyük bir qazanla istifadə edirəm. Çünki mürəbbə biraz çox qaynayanda çox şişib köpür deyənə iri bir qazan götürdüm. 1 kilo pesoğu qazanın üzərinə əlavə edirik. Çiyələk 1 kilo olduğuna görə mən böyük ləyəndən istifadə eləmədim. 1 kilo pesoğu götürdük. Üzərinə 1 stəkanın yarısından su əlavə edirik. Az qoyuruq biraz. Az xurda qoyuruq pesoq yapışmasın. İndi pesoq qaynayana qədər gözləyirik. Qaynayandan sonra çiyələkləri şərbətin üzərinə əlavə edirik. Şərbət qaynadı. İndi isə yavaş-yavaş çiyələkləri üzərinə əlavə edirik. Suyu qalmasın çiyələkləri. Yaxşı yuyandan sonra üzərinə əlavə edirik. İndi isə üzərinə para bir limon sıxırıq ki, rəngi qaralmasın. Limon olmasa limon duzu da əlavə edə bilərsiniz. İndi isə qoyuruq qaynamağa. Qaynadıqca üzərinin gələn zibillərini götürürük. İndi isə dostlar, qaynadıqca üzərinə yığılan kəpləri yığırıq ki, mətə qarışmasın. Qıraqlarına yığıldıqca biz də yığırıq. Arada bir nəlbəkiyə bir qaşıq töküb baxırıq ki, mət görək olub yoxsa olmuyor. Biraz da qaynasın. Mürəbbəmizin üzərinə yığıldıqca kəpləri yığaq. Hazırdır. İndi isə üzərinə sirkələyib, üzərində olan kəplər bir yerə yığılsın. Bir salfetka götürüb, üzərində olan qalan kəplərini yığırıq. Salfetka vasitəsilə
Çox gözəl kəpləri götürmək olur. İndi isə qoyuruq mürəbbəmiz soğusun. Çiyələk mürəbbəmiz bişdi, hazırdır. Çox gözəl görünüşü var. Siz də bişirib baxın. Çox gözəl görünüşü var. Xahiş edirik, abunə olun, bəyənin, yorum yazın. Sizin dəstəkləriniz bizim üçün önəmlidir. Siz bizə dəstək olduqca, yorumlar yazdıqca, gözəl yorumlar yazdıqca, bizlərə dəstək olduqca, biz də bildiyimiz yeməkləri sizinlə paylaşırıq. Şirniyyatları. Mənim videolarımı kim bəyənirsə, buradan öz təşəkkürümü bildirirəm. Hər birinizdən Allah razı olsun.